Yelik etməklə Bəli. nə eləmişdik? Biraz donqar yonduq, biraz da ucundakı düşdüyünü yaradan qaldırdıq. Güzgüyə baxaq. Əla. Super. Tam istədiyim kimi nə çox şey deyil. Sünilik hiss olunmur onsuz da öz burun formam qalır. Təbii burun Bəli, istəmişdim. bəli, təbii burun istəmişdim. Sadəcə olaraq Öz burun forman zaten qalır. Çünki sümük anatomiyası Bəli, pozmamışıq, sümüklərə yer dəyişmə etməmişik. Bünövrə nədirsə yerindəcə qalıbdı. Nəfəs alman Nəfəs almam bayağı bir düzəlib. Yəni əvvəl mən neçə illərdir bundan yaxşı nəfəs ala bilmirdim. İndi daha rahat alıram. Mən ağrı yəni bir dənə əməliyyatda donqa yonulanda, yəni ağrı hiss eləmişəm. Başqa heç nə də ağrı hiss eləmədim. Yəni olduğum müddət ərzində nə göyərmə, şişmə, heç nə olmadı. Hamı onu məndən soruşur ki, nə yaxşı, keçdi? hə, göyərmə, şişmə yoxdur. Çünki mən 2-3 gündən sonra işə çıxdım, normal həyatıma Yaxşı. qayıtdım. Heç bir problem yoxdur. Əllərinizə sağlıq. Çox Həmişə bəyəndim. gözəlliklə. Düz dayanaq. Nəfəs almanın yaxşılaşma səbəbi burun içinə heç bir halda müdaxilə etmirik. Sadəcə burun ucu qalxdığına görə içəridə bucaqlar var. O bucaqlar açıldığına görə nəfəs alman nisbətən əvvəlkinə nəzərən daha yaxşı ola bilər. Təbii ki, ilk dönəmlərdə ucu şiş olur, qanadlar şiş olur deyə fısıltı ola bilər, nəfəsdə biraz çətinlik ola bilər, amma zaman keçdikcə daha da yaxşılaşacaq nəfəs alman. Ona yadınızda saxlayın, çünki şişin azalacaq və keçid, nəfəs hava keçidi daha açıq olacaq.